Digər aylarda bəzi vaxt insanın ruhu o qədər çirkləşir ki, mübarək ay gəldikdə istər-istəməz bir sıxıntı onunla baş verir. Və bəzi vaxtda görürük ki, məsələn, mübarək Ramazan ayı gəldikdə xəstələrin sayı artır, xüsusən mədə xəstələrinin sayı artır. Bu biraz da mən deyərdim ki, mədə xəstəliyindən də çox ruh xəstəliklərinin, psixoloji bir narahatçılıqlardır. Və ona görə də səbr burada görürsən həm maddi cəhəti var, həm mənəvi cəhəti var. Niyə məhz Ramazanda səbr tövsiyə olunur? Çünki səbr bir növ özünə nəzarətdir. İnsan özü-özünə nəzarət eləyir. Məsələn, mən suya əl atmalı deyiləm. Bir halda ki, o mənim üçün halaldır, o yeməyə əl atmalı deyiləm. Özün-özünü nəzarət eləyirsən. Burada artıq məsələ niyyət olduğuna görə, məsələ ilahi olduğuna görə, artıq o bəzi uşağa evdə qoymurlar, məsələn, konfet, şokolad yeməyə ki, ata-ananın nəzarəti var. Artıq körpələrimiz də görürsən ki, həddi buluq yaşına çatmış körpələrimiz də artıq da burada ata-anadan çəkinmə yoxdur. Səbirlə gözləyirlər ki, məsələn, iftar zamanı gəlsin. Özünün özünə burada bir nəzarətin var.